Azad ərazilərə qayıdan sakinlərə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsi də diqqət mərkəzindədir. Bu məqsədlə Xankəndi şəhərində tibbi aksiya təşkil edilib. Aksiyaya ətraf rayonların sakinləri də qatılıblar. Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim briqadası sakinləri müayinə edib. Nəticəyə uyğun olaraq müalicə kursları təyin edib və sağlam həyat tərzi ilə bağlı tövsiyələr verilib. Bu aksiya işğaldan azad olunan ərazilərdə sayca 6-cıdır. Bizim profil ağciyər xəstəlikləri olduğu üçün əlbəttə ki, ən əsas müayinəmiz rentgen müayinəsidir. Biz səyyar fluoroqrafımız var, rəqəmsal fluoroqrafdır, çox yeni, müasir bir cihazdır. Səhiyyə Nazirliyi tərəfindən verilib işlədirik. Əlbəttə ki, hər bir pasiyent fluoroqrafiyadan keçir, şüa diaqnostika ilə. İndi müasir texnologiyadan istifadə etməklə belə çox yüksək səviyyədə, yəni qanın analizi cəmi 10 dəqiqənin içərisində burada demək olar ki, məlum olur. Çox məmnun olduq, çox yaxşı oldu. Şikayətiniz nədən ibarət idi? Əslində elə bir ciddi bir şikayətim yoxdur, sadəcə müayinə olmaq istədim.